İyunun 12-sində Lənkəran şəhərində Lənkəran 2024 Türk Dünyasının Gənclər Paytaxtı proqramının rəsmi bağlanış mərasimi keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, eləcə də vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə və idmanına göstərdiyi diqqət və qayğıya həsr olunmuş video çarx nümayiş etdirilib. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Gənclər və İdman naziri Fərid Qayıbov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov, Qazaxıstan Respublikasının Almatı şəhər icra hakimiyyətinin məsul nümayəndəsi Nursultan Bekkayirov və Lənkəranlı gənc Mircavidxan Talışinski çıxış ediblər. Proqram çərçivəsində il ərzində keçirilmiş tədbirlərə əhatə edən xronoloji video çarx təqdim olunub. Tədbirdə Türk dünyasının Gənclər Paytaxtı rəmzi açarı növbəti ev sahibi Qazaxıstanın Almatı şəhərinə təqdim edilib. Həmçinin Azərbaycan və Türk dünyasının Gənclər Paytaxtı beynəlxalq proqramı çərçivəsində keçirilən tədbirlərə dəstək göstərilmiş qurumlar, fəaliyyətə töhfə vermiş gənclərlə iş sahəsinin əməkdaşları və könüllülər xüsusi diplom və təşəkkürnamələrlə təltif olunublar. Tədbir mədəni proqramla davam edib. Bağlanış mərasimində 600-dən artıq iştirakçı, gənclər, yerli ictimaiyyət nümayəndələri, tərəfdaş qurumlar, beynəlxalq qonaqlar və könüllülər iştirak ediblər.